Həmçinin qadının kişi üzərində olan haqlarından asanlaşdırmalıdır qadın üçün hər şeyi. Asanlıqla əldə etməlidir qadından nəsə əldə etmək istəyirsə. Və baxmalıdır qadının xilqətinin əslinə, xasiyyətini bilməlidir, çətinləşdirilməməlidir qadın üçün. Məşəqqət yaratmamalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, qadınlar haqda tövsiyə edin. Qadınlarla gözəl davranın. Həqiqətən qadının əyri qabırğadan xəlq olunub. Və qabırğada da ən əyri yeri yuxarısıdır. Və əgər istəsən o əyriliyi düzəltsən, sındıracaqsan. Və əgər tərk etsən, əyriliyi olaraq da qalacaq. Ona görə deyir ki, fəstəvzu bin-nisa'i xeyra. Qadınlar haqda xeyri tövsiyə. Yəni, qadınlarla xeyirlə davranın. Bunu tövsiyə edir Peyğəmbər sallallahu aleyhi və səlləm. Və başqa bir rəvayətdə isə deyir ki, innəl marata xuliqat min dil. Qadın qabırğadan yaranır və əyri qabırğadan xəlq olunub. Və lən təstəqimə ləkə alət-tariqa. Sənin istədiyin kimi düzəlməyəcək. Bir şey görsən ki, sənin demir ki, düzəlməyəcək. Sənin istədiyin kimi düzəlməyəcək. Yəni, sən necə istəyirsən elə olsun, qadın olmayacaq o heç vaxt. Deyir ki, وَلَنْ تَسْتَقِيمَ لَكَ عَلَى الطَّرِيقِ demədi, وَلَنْ تَسْتَقِيمَ عَلَى الطَّرِيقِ. Doğru yola düzəlməyəcək demədi. Deyir ki, sənin istədiyin kimi, yəni o doğru yola düzəlməyəcək. Yəni, necə istəsənsə, yəni o hansı gözlə görmək istəyirsən, o olsun, olmayacaq. Deyir ki, فَاِنْ اِسْتَمْتَعْتَ بِهَا اِسْتَمْتِعْ بِهَا عِوَجْ. Əgər ondan ləzzət almaq istəyirsənsə, necə var elə əyri, elə ləzzət al. Necə xəlq olunub əyri qabırğadan, o cür ləzzətini al. وَاِنْ ذَهَبْتَ تُقِيمَهَا kəsartəhə. Əgər düzəltmək istəsən, sındıracaqsan. Və deyir ki, sındırmağı da nədir? Talaqdır, boşanmadır. Kişilərin yıxıb deyə sabahdan. Haqq budur. Necə keçən dərsdəki mövzu ilə, yəni kişi haqları isə, qadın haqları da budur. Yəni, necə var odur? Əgər deyir ki, düzəltmək istəsən, sındıracaq, sındırmağı da boşanmaq. Yəni, çalışsan ki, özün olduğu, sən istədiyin kimi o formada olsun, mümkün deyil o. Ona görə kişi bilməlidir qadının xasiyyətini və nə əldə etmək istəyirsə qadından razılıqla əldə etməlidir, asanlıqla əldə etməlidir, çətinləşdirmədən, qadını bacarmadığından çox yükləmədən, həmçinin xətalarından keçməklə. Çünki dedik ki, əyri qabırğadan xəlq oldu. Düz alim ixtilaf edib. Yəni, Adəmin əyri qabırğasından xəlq olması haqqında olan rivayətin səhilliyində, zəifliyində ixtilaf var. Və ya hansı qabırğadan xəlq oldu? İxtilaf var. Hər bir halda qadının təbiəti budur. Qadın qabırğadan xəlq olub, əyri qabırğadan. Əgər düzəltmək istəsən, sındıracaqsan. Amma başını başına buraxsan da əyilməyə davam edəcək. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm tövsiyə edib, asanlıqla, yəni dilə tutaraq və